Qasım. Deyirəm, bir dənə qaynana açımda buradan bir dənə kombi götürüm çıxaq. Şimdi götürməyinə götür. Heç nə demirəm. Bax, bəyaları qardaşlar meybildə kravat seçirdin, uzandın kravata, mürgülədin, sənə heç nə demədim. İndi burada kombi alırsan, girib içməzəysənsə, mən çıxım gedim, ha. Narahat olma, bu dəfə işim konkretdir. Konkret eləyəcəm. Yaxınlaşarıq satıcıya, kombin göstəricilərini deyər, alıb çıxıb gedər. Narahat ol. Al çıxaq gedək. Gəl. Gəl. Gəl Kişi sözü. O nədir? Ay, nə qəşəkdir ha bunlar. Turku az. Əla. Qasım. Ay Qasım. Ay, gəl bura otur. Mən demişəm, dayan orada, elə dayanır. Nə olub? Necədir? Əladır. Milano qaz. Qəşəngdir. Milan qaz. Qəşəng, xeyirli olsun. Sağ ol, var ol. İstəyirəm bunu alım. Amma fikirləşirəm ki, birdən qaynanam bəyənməz. Elə eləmə də, sən neynə? Qardaşım, məsləhət verin buna da. Sən belə 1000 avtobusa get kəndə. Qaynanını vur qoltuğa gətir bura. O vaxta kimi bunlar da kombini yandırsınlar, su qızsın, arva bir dənə qəşəng güngürvarı yaxalansın, ondan sonra baxar. Alım ya almayayım. Şimdi götür çıxaq gedək də, interes adamsan. Qardaş, bunu yavaş. Bunu pük zəhmət olmasa. Bunu bəyəndin? Xoşum, əla. Həmsə. Özdə deyir, İtalyan şirkətin brendidir. Əladır, sağlığa qismət. Mənim qardaşım, bu bir nəfər üçün ağır olar. Bunu bölək, nə tərsə. Yarısını aparsın, yarısın mən. Hündüşka toyuqdur, bunun yarısını kəsirsən, sən apar, yarısın mən. Onda hamısını sən apar. Da yarısını kəsirdi. Hamısını aparacaq. Ver bu qardaşa aparacaq. Ona zəhmət olmaz.